Quantifiers bölməsini öncə öyrənirsiniz, qaydasını oxuyursunuz, sonra testlərini işləyəcəksiniz. Testlərin bir neçəsinin izahını vermək istəyirəm sizə, necə yanaşacaqsınız. Birinci testə baxın. Only tickets were sold for the concert. Only-dən sonra gələn sözə baxırıq nöqtələrdən sonra. Tickets. Tickets sayıla bilən cəm isimdir, düzdürmü? Buna görə də biz sayıla bilən cəm isimdən verə biləcəyimiz quantifierlərimiz a few'dur, few'dur. A little, much sayıla bilməyən isimlərlə işlənir. Ona görə də D və Y variantlarına baxırıq. Only-dən sonra isə qaydada öyrəndiyimizə görə only-dən sonra sadəcə a few verə bilərik. Articlesız verə bilmərik. İkinci və üçüncü testlər və ardıcıl bu şəkildədir. Ona görə fərqli testlərə baxıram. Baxaq. 82-ci sınağın birinci testinə. Do you mind if I ask you questions? Questions'a baxırıq. Cəm isimdir. Cəm isim olduğuna görə hansıları verə bilərik? A few, sadəcə a few gedir. Çünki a lotdan sonra cəm isim a lot of questions olmalıydı. Cəm isim gələ bilər, ancaq oflu a lotdan sonra. Amma much'dır, little'dır, a little'dır sayılmayan isimlərlə işlənir. Ona görə sadəcə C variantı qalır. Sonra ikinci testə baxaq. There was traffic, so we arrived very early. Baxırıq, traffic sözü sayıla bilməyən isimdir, əzbərləmişik. Ona görə sayıla bilməyən isimlə biz ancaq və ancaq little sözünü işlədə bilərik. Baxın, a few, many, few sayıla bilən isimlərlə işlənir. A lot isə, a lotdan sonra isim gəlmir. Traffic sözü isim olduğuna görə biz sadəcə C variantını verə bilərik. Little traffic deyə bilərik. Tərcüməsini də desək, bəzi testlər bu arada tərcümə xarakterlidir. Ona görə tərcümələri mütləq edirik. There was little traffic, so we arrived very early. Çox az nəqliyyat var idi və ona görə də biz erkən çatdıq. Dördüncü testə baxıram. There are books that I want to read. Books cəm isim olduğuna görə biz sayıla bilən quantifier, sayıla bilənlə işlənən quantifiers götürə bilərik. Only few deyə bir şey yoxdur. Very little vermirik çünki books sayılır, cəm isimdir. Much sayıla bilməyən isimlərlə işlənər. A lotdan sonra isim gəlmir və geridə qalır bizim a lot of quantifierimiz. Bu da ki, belə bir şey vurğulayım. A lot of özündən sonra cəm isim və ya sayıla bilməyən tək isim tələb eləyir. Növbəti 6-cı testə baxaq. We have very money. Money sayıla bilməyən isimdir. Ona görə də yenə çıxırıq. A few, many, few. A lotu da dediyimiz kimi özündən sonra isim gəlmir. Geridə qalır little money. Çünki little sayılmayan isimlərlə işlənir. Yenə baxaq. Okay. 11-ci testə baxaq. 11-ci testə listen carefully. I'm going to give you. Diqqətlə dinlə. Mən sənə planlayıram nə verməyi? Okay. Advice, məsləhət. Deməli, advice sözü sayılmayan isim olduğuna görə a few advice, an advice, many advice, a lot advice deyə bir şey yoxdur. Orada quruluş səhvdir. A lot of advice ola bilərdi. Bunları çıxırıq, geridə qalır a little advice, bir balaca məsləhət. Deməli, bunun üçün bilməliyik. Sözlər sayılır, sayılmır, təkdədir, cəmdədir. Bu hissələri diqqət eləsək, quantifiers bölməmizi rahat şəkildə işləyə bilərik. Əsas bir də hansılarla quantifierslər, hansılar sayıla bilən isimlərlə işlənir, cəm isimlə işlənir, hansılar sayıla bilməyən isimlərlə işlənir. Bunlara diqqət eləmək lazımdır.